Verilişin baş sponsoru Bizim Süfrə. Somebody's watching me. Somebody's watching me. Somebody. Somebody's watching me. Salam, sabahınız xeyir olsun. ATV telekanalının sevimli, doğma, əziz tamaşaçıları, həftə sonlarının pozitiv baxılan mətbəx şousu Bizim Süfrə elə Bizim Süfrə məhsullarının baş sponsorluğu ilə başladı. Çox dəyərli qonaqlarımızı dəvət etmişik, çaylarını süzmüşük, qalır bircə təqdimatları. Onlar bizim çox əzizlərimizdir, çox dəyərlilərimizdir. İllərdir sənətinə, səsinə hörmət etdiyim çox dəyərli sənətkarımızdır. Respublikamızın əməkdar artistidir, çox sevimli pedaqoq İlkin Əhmədov, xoş gəlmisiniz. Təşəkkür edirəm Rəqsanə xanım, çox sağ olun, çox minnətdaram. Bizə çox əzizsiniz, dəyərlisiniz və bir sima olaraq hər kəsin sevimlisisiz. Təşəkkür edirəm. Salamlayıram öncəliklə bütün izləyən tamaşaçıları. Bəli, elə icazənizlə bizim çox buyurun. sevimlimizi istəyirəm ki, təqdim eləyim. Elə səhnəmizin gözəl leylilərindəndir. Bəli. Səsi, avazı, gözəlliyi, incəliyi ilə bu xanım sevilir. Mənə də özəldir, əzizdir. Rəvanə Əmraslanova qonağımızda xoş gəlib. Təşəkkür edirəm əzizimiz Rəqsanə xanım. Xoş gördük sizləri, yaradıcı heyətinizi, bizi izləyən tamaşaçıları və sizə təşəkkür edirəm. Çox sağ olun. Və bizim mətbəximiz, bizim çox dəyərli aşpazımızsız olmaz. Rauf usta, sabahınız xeyir olsun. Sabahınız xeyir, necəsiniz? Yaxşıyam. Siz necəsiz? Biz də yaxşıyıq. Əhval-ruhiyyəniz yaxşıdır, maşallah, maşallah. Mən əminəm ki, bizim qonaqlarımız da sizin əl qabiliyyətinizdən razı qalacaqlar. Bax, verilişin sonunda da bu cür ab-hava ilə biz tamaşaçılarımızla sağollaşacağıq. Amma indi bir nüans var. Nüans da nədən ibarətdir? Siz bugün yediyiniz yeməkləri bəxtinizə düşən yeməyi, belə deyim də, Rauf usta hazırlayacaq. Ona görə qarşınızda qablar əbəs yerə qoyulmayıb. O qabların içində yemək adları var. Bəxtinizə düşən yeməyi Rauf usta hazırlayacaq. Sonra da siz 100 ballıq sistemlə Balaca mənimdir, yoxsa? hansını istəyirsiniz seçə bilərsiniz. Rəvanə taktika işlətdi, tez qabları dəyişdi. Hə. Görək indi əsas... Buradan seçək? Bəli, əsas o qabın içindəkidir. Görək bəxtinizə hansı yemək düşəcək. Rəvanə, sən də gör. Allahım ya. Aha. Nədir? Göstərin, bizə də göstərin. Ən sevdiyim. Mən də ən sevdiyim. Mən yəni balıq sevərəm. Balıq sevərəm, balıq məhsullarını. Balıq tempura. Hə, Bu yəqin ki, xırçıltılı badımcan salatı. İnşallah Bəli, ki, bəli. o. Ay, çox Ay, sevirəm. nə gözəl, mənim də sevdim. Çox sevdim. Sən çox sevindim. Ay, yaxşı. Vallahi billahi burada elədir ki, buradan heç nə oxumaq olmur. Bəli, əziz tamaşaçılarımız. Nə gözəl ki, ağız dadınıza uyğun oldu və ilk dəfədir ki, qonaqlarımız bu belə Alınacaq dəyərli ustamız bu. Bəli, bəli. Alınacaq. Bizim ustada alınmayan bir şey yoxdur və Vəssalam. bütün yeməkləri də operativ şəkildə hazırlayıb. Bax, görəcəksiniz ki, heç bir saat keçmədən veriliş tamamlanmamış, yekunlaşmamış yeməklər hazır olacaq, təqdimat olacaq. Bu proses onun işidir. Havaydan usta deyil ki, O usta başladı olmalı, artıq inşallah. öz işini görməyə, amma istəyirəm ki, siz də öz işinizi görəsiniz. Bax, səhərin bu çağında tamaşaçılarımıza gözəl aura, enerji ötürəsiz və təbii ki, bu sizdən asılıdır. Mahnı Bu ilə. tərəfi sizə düşür, bəli. Bu mahnı ilə reallaşır. Mahnı ilə. Başlayaq. Böyük məmnuniyyətlə. Ay qaşını çatan qız, ay mənə naz satan qız. Naz eylədim, dözmədim, həsrətinə dözdüm ay qız. Daha səbrim tükəndi, daha səbrim tükəndi, əzabından usan qız. Daha səbrim tükəndi, daha səbrim tükəndi, əzabından usan qız. Məndən usanan ay qız, eşqimə yanan ay qız. Məndən usanan ay qız, eşqimə yanan ay qız. Yoxsa elə bilirdin, sevməyə salmış ay qız.
həsrət betər. Sevdamız, sevdamız, sevdamız xəzan görməz. Gül açar, gül açar, gül açar, bülbül ötər. İncidir, küslük yetər, ölümdən həsrət betər. Sevdamız, sevdamız, sevdamız xəzan görməz. Gül açar, gül açar, gül açar, bülbül ötər. Gül sözümdən incidin, nə olurdu ey yar sənə? Keçməz daha sözümün əzabından utan ey yar. Daha səbrim tükəndi, daha səbrim tükəndi, əzabından usan yar. Daha səbrim tükəndi, daha səbrim tükəndi, əzabından, əzabından usan yar. Məndən usanan ay qız, eşqimə yanan, yanan ay qız. Məndən usanan ay qız, eşqimə yanan, yanan ay qız. Yoxsa elə bilirdim, sevməyə sanmış ay qız. Yoxsa elə bilirdim, sevməyə sanmış ay qız. İncidir, küslük yetər, ölümdən həsrət betər. Sevdamız, sevdamız, sevdamız xəzan görməz. Gül açar, gül açar, gül açar, bülbül ötər. İncidir, küslük yetər, ölümdən həsrət betər. Sevdamız, sevdamız, sevdamız xəzan görməz. Gül açar, gül açar, gül açar, bülbül ötər. İncidir, küslük yetər, ölümdən həsrət betər. Sevdamız, sevdamız, sevdamız xəzan görməz. Gül açar, gül açar, gül açar, bülbül ötər. İncidir, küslük yetər, ölümdən həsrət betər. Sevdamız, sevdamız, sevdamız xəzan görməz. Gül açar, gül açar, gül açar, bülbül ötər. Təşəkkür edirik. Biz sizə təşəkkür Çox edirik. sağ olun. Ki heç kim kim-kimdən inciməsin, küsməsin, kimsədən. Həyatımız hər zaman gül açsın. Sağ olun. Mətbəxlə aranız necədir? Bu mətbəxdə isə bu sualı da ənənəvi sualımızı da verək. Muna deyin onu muna deyin. Yaxşıdır arası deyəsən. Bu çox yaxşı olar. Mənim yaxşıdır. Mən mətbəxi sevirəm. Mətbəxdə müəyyən işlər var ki, bacarmaq qabiliyyətim var. Ay, nə Və gözəl. bundan fəxr edirəm ki, mən mətbəxdə də əlbəttə ki, özümü çolumu sudan çıxarda bilirəm mətbəxdə. Nə gözəl. Allah can sağlığı versin. Təşəkkür edirəm. Suallarımız var. Düzdür, tam mətbəxə aid olmasa da. Mən də deyim də, Ay mənim can. mətbəxlə aram çox yaxşıdır əslində. Bəli. Müəyyən bir vaxta qədər əslində heç yox idi aram, nə yalan Aha. deyim, sevmirdim ümumiyyətlə yemək hazırlama prosedurlarıdır, o qayda sevmirdim. Sonra elə bir yeni bir güncəllənmə gəldi mənə. Belə deyim. Arkadaşlar son yeni güncəllənmə gəlib. Aha. Sevməyə başladım. Yeməklə aranız yaxşıdır, mətbəxlə aranız yaxşıdır. Gəlin görək suallarımla aranız yaxşı olacaq yoxsa yox. Bu suallar sənəti, show biznesi əhatə eləyir, amma biz mətbəx sözlərindən istifadə eləmişik. Biraz belə düşündürücü suallardır. Ümid edirəm ki, bəyənəcəksiniz. Hazırsınızsa başlayaq. Kimdən başlayaq? Bir yaxın məndən başlayır. İndi səndən bax. İlkin müəllimlə Rəvanə belə ki, ilkin müəllimlə başlayaq. Bu yaxın məndən başlayır. İndi Yol Rəvanə. böyüyündür də, yəni mən Yaxşı, ilkin müəllim sizdən başlayaq. Buyurun. Daha neyniyək? Sizcə muğam ocağında köz olmaq çətindir, yoxsa o közün üstündə yanan sənətkar olmaq? Muğam ocağında
köz olmaq çətindir. Yəni közəlmək çətindir, yoxsa Aha. o közün üstündə yanmaq çətindir? Maşallah. Gözəl, sağ olun. Gözəl. Mən deyərdim ki, bir muğam ifaçısı üçün onun hər ikisini gərək belə deyək də bacara, icra etməyi bacara və ondan şərəf duyar. Həm o közü sönməyə qoymamalıdır muğam ifaçısı. Bəli. Həm də o közün üstündə dedinizdə yanan, Bəli. bax onu da eləməyi bacarmalıdır. Çünki bu bizim belə deyək də irsimiz, kökümüzdür. Muğam sənəti, aşıq sənəti bizim kökümüzdür. Musiqimizin də köküdür, elə belə deyək də mənəviyyatımızın da köküdür ki, bax biz bunun üzərində köklənib dünyaya səs salırıq. Ona görə də hər ikisində gərək muğam ifaçısı birini qoyub birini keçməyə, hər ikisində gərək fəal olar. Həm o közdə, həm uzaqda, yanan uzaqda. Təşəkkür edirəm. Gözəl cavab idi. Rəvanə xanım, bu sənət mətbəxinə ilk girəndə ən çox nəyi yandırmaqdan qorxurdunuz? Ümumiyyətlə, mən özümü hər zaman belə deyək də, xoşbəxt gənc ifaçılardan hesab edirəm. Niyə? Çünki mənim yolum Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən muğam müsabiqəsini, təbii ki, bizdən əvvəl gözəl böyük sənətkarlarımız həmin müsabiqənin qalibləri olublar. Biz də təbii ki, onlardan ilhamlanaraq o müsabiqələrə getmişik. Yəni, çox şükür ki, mənim də yolum o müsabiqədən keçib, professional səhnəyə, yəni mən o müsabiqə mənim üçün tramplin olub, həqiqətən. Qısa bir müddətdə çox böyük məktəb keçmişik. Ona görə hər zaman ilk başladığım gündən bu günə qədər çalışmışam ki, sənətkarlarımızın adına layiq olum, onların qoyduğu yolla düzgün qaydada addımlamağı bacarım, onları utandırmayım. Çünki onların bizə hansı ki o yerləri verəndəki imzaları var, o belə deyək, bizə verilən həmin o diplomların üzərində. Yəni, o bizə olunan etimaddır. Mən həmişə çalışıram ki, onların etimadında oldum və onları utandırmayaq ki, mən öz adımdan deyirəm. Yəni, biz bunu müsabiqədə qalib elədik, amma bu bizim yolu getmədi. Məsələn də, Azərbaycan muğamını təmsil eləmir və yaxud da ki, milli musiqisini təmsil eləmir. Təbii ki, var kommersiya tərəfi yazılan mahnılar, bu başqa, amma hər zaman çalışıram ki, kökümüzə, bəli, muğamımıza, milli musiqimizə bağlı qalım. Necə ki, sənətkarlarımız, gözəl sənətkarlarımız bu yolu gedirlər. Biz də onların arxasıca çalışırıq ki, onlara layiq olaq. Yandırmağa bir şey olmayıb. Həmişə belə açıq olsun. Heç nəyə yandırmıyor. Hər şey qaydasında. Hər şey qaydasındadır. Hamısı belə vam otda bişir. Ki, belə də davam eləsin. İlkin müəllim, sənət süfrəsindən doyub qalxan tamaşaçıya çay yerinə hansı mahnınızı təklif edərdiniz ki, ağızlarının dadı bir ömür boyu dəyişməsin? Mənim repertuarımda bir neçə mahnılar var ki, o mahnılar mənə həqiqətən çox uğur gətirib. Yəni, bu tamaşaçı qismində bizim sevgili, sevimli tamaşaçılarımıza məni sevdirmək məsələsində. Onlardan ən, belə deyək də, daha çox seviləni indi məndən küskörüm mahnısı olur. Və elə hər zamanda mən harada oluramsa olum, lap tədbir, lap toy və yaxud da biləndə ki, mən anonsları paylaşım edirik, mənə Instagram direktlərinə yazılan o rəylərdən ən çox görürəm ki, deyirlər ki, o mahnı istəyir. Biz də bugün o mahnını istəmişik, xüsusilə qeyd edeyim. Mən o mahnı təklif edərdim. Nə gözəl, razıyam. Zaten sizin bütün mahnılarınız, sizin repertuarınızda, sizin ifa etdiyiniz bütün mahnılar gözəldir. Mən inanmıram ki, tamaşaçı nə vaxtsa o mahnıları unudar. Amma ən çox sevilən o mahnıdır. Ona görə də böyük məmnuniyyətlə o mahnını təklif edərdim. Birazdan ifa edəcək bu arada. Gözünüz verilişimizdə olsun. Rəvanə xanım, muğam dəstgahı ən mürəkkəb resept kimidir. Bir notu və ya şöbəni çiğ qoyanda bütün zəhmət hədərə gedir. Siz karyeranızda hansı şöbəni hələ də vam otda bişirirsiniz ki? Tam hazır deyil də. Yəni tam hazırdır, hələ də vam otda bişir. Mən haradasa bilirəm Rəvanə xanım. İstəyirsiniz köməkli eləyə bilərsiniz. Yox, o özü fikrini açıqlasın. Amma bilirəm hansı şöbəni
və hansı muğamda bir balaca hələ ki ləngdir. Çünki o elə bir muğamdır ki, orada hamı ləng olur. Aha. Əksəriyyət. Mənim şəxsən özüm də eləyəm. İndi qoy Rəbana xanım bizi cavablandırsın. Biz siz Rəqsan xanım təxmini bildiyim ki, müəllim. Qorxa-qorxa deyil. Amma bunu açıqlamayaq gəlin biz. Onda gəlin mahnı heç olmasa oxusun. Bəli. Heç olmasa bu sualın cavabını, günahını mahnı ilə yusun. Gəlsin. Eləyir.
Rəvanə sənə minnətdarıq. Cür gözəl ifaya görə. Allah bütün valideynlərə can sağlığı versin. Həyatdan köçənlərə Allah rəhmət eləsin. Mənim anam Allah bütün valideynlərə yenə qeyd edirəm can sağlığı versin. Bu mahnı gələndə göz yaşlarını saxlaya bilmir. Fikir verdim yenə ağlayır. Kövrəlib. Bu mahnını kövrəlmədən, nə bilim, o qəlbimin ən incə yerinə toxunmadan, yəni mən inanmıram ki, kimsə bu mahnı belə dinləməsin. Çox gözəl ifa etmirsən. Hər dəfə, yəni bu mahnı gələndə, səni dinləyəndə doğrudan da könüllərimiz xoş olur. Yolun açıq olsun. Suallarımız da var və bir sual olacaq ki, mən xahiş edəcəm sizdən o suala musiqi ilə, mahnı ilə cavab verəsiniz. Əgər mümkünsə, qırmazsınız yəqin ki məni. Elə gəlin o sualı verim, sonra digərlərinə keçərik. İlkin müəllim, uşaqlığınızın ən şirin xatirəsini hansı mahnı ilə yad edərdiniz? Sevirəm çəməyəndə gülü çiçəyim, gələndə iş bahar xatıra məni, öpsün yanağını dalar küləyi, sən də ey gözəl yar xatıra məni, var yada... Bilirsiniz niyə? Çünki mənim uşaqlıq xatirələrim əlbəttə ki, doğulduğum Cəbrayıl rayonunda, Hovuzlu kəndində olub və ən gözəl xatirələrim də o xatirələrdir. Çünki o qədər bizim kənd cahlı, cəlallı, dəmdəstgahlı, çox gözəl, belə deyək də, akademiya səviyyəsində məktəbi olan, yeni tikilmiş məktəbidir təbii ki, 10-15 il olardı ki, tikilmişdi. Bizim məktəbə deyirlər ki, akademiyadır həqiqətən və çox gözəl klubu var idi mənim, baxın, oradan çıxanda 9 yaşım var idi, mənim yadımda qalan. Və ona görə, ən əsası, bizim kənddə baharın gəlməsini bir başqa təmtəraqla qarşılayırdılar. Novruzun gəlməsini, hələ çərşənbələr, ilk çərşənbə fevral ayında ki, ilk çərşənbə gəlirdi, o çərşənbəni belə birincisini təmtəraqla qarşılayırdılar. Ona görə də bu mahnı... Çox gözəl mahnı ilə də xatırladınız o uşaqlığı. Sevə-sevə, uşaqlığımı hər zaman bu mahnı ilə sevə-sevə mən xatırlayıram. Təşəkkür edirik ki, bizə də xatırlatdınız. Çox qəşəng oldu, bəli. Rəvanə xanım, efirə gecikəndə hansı mahnını oxuya-oxuya özünüzü sakitləşdirirsiniz ki, Rəvanə, bax çatacaqsan, narahat olma, bu qədər tələsmə. Nə yalan deyim, gecikəndə mahnı yadıma düşmür. Yadıma düşmür. Hansı efirə, məsəl üçün bugün efirimizə gəlirdinizsə, hansı mahnı belə zümzümə eləyə-eləyə gəlirdiniz? Ümumiyyətlə, belə deyək də, sükan arxasında çox nadirən, məsələn, nəyisə zümzümə eləyərəm. Çünki maşallah şəhərimiz o qədər belə gözəl, yəni, belə deyim də, yollarımız bəzən çox tıxac olur, sözün açığı. Tıxacda da əsəbləşmirsiniz? Tıxacda da mümkün deyil də, insan nə qədər çalışsa da belə əsəblərini sakitləşdirsin, istər-istəməz o müəyyən nüanslardan insan əsəbləşir. Əsəbləşən kimi də... Əsəbləşəndə Rəvanə hansı mahnı yad edir? Yox, mən əsəbləşəndə mənim mahnı yad. Məsələn, mahnı oxumalısan da. Qabağına birdən maşın keçdi, getdiyi yerdə qabağına ona nə deyərsən? Hansı mahnı oxuyarsan onun üçün? Mahnı oxumaram, nə yalan deyim. İndi mahnı oxumayacaqsan? İndi oxuyum, amma həm yalandan deməyim, mən əsəbləşərəm, şüşəni açıb oxuyaram filan mahnını, o biraz... Yox, şüşəni açmasın, təbii ki, öz-özünə də. Mənim həmişə beynimə gəlir. Hansı mahnıdır? Həmişə beynimə gəlir ki, qabağıma keçən olanda əvvəllər çılğın idim, amma indi zarafata salmaq istəyirəm. Çünki bu insanlar bizi o qədər sevirlər ki, sənətimizi sevirlər. Lap belə ən gərgin bir əsəbimiz vaxtı biz gərək onlara hörmətlə yanaşaq, sayğı ilə yanaşaq. Bir dəfə eləmişəm. Qabağıma keçən onda şüşəni yedirib demişəm, dayan, yolumu kəsmə. Səbirli ol, tələs. Yol ver gedim, çıxım. Dərsimə. O yazında gülüb çıxıb gedib. O sən də yadında qalsın. İndən sonra bax, qabağını kəsən oldu. Elə bir situasiya. Elə situasiya düşəndə beyninə gəlsin, bax, elə şeylər. Yaxşı, gecikmirsən efir, mən istəyirəm ondan o cavabı alım. Hansı efirə gecikmirsən, gəlmirsən, hansı mahnı ilə könül xoş eləyərsən ki, bax, gecikmişəm, amma bu mahnı oxuyub sənə könlü bağlıram. Müraciət eləyərəm də, məsələn, hansı mahnını istəyirlər, onu oxuyaram ki, könlü xoş olsun. Sən o zaman ona necə deyə bilərsən, hansı mahnı oxuyum sən? Sən
o gəlişin də elə o mahnı oxuya gəlib öpə deyərsən ki, bu mahnını oxudum. Aylı gecə sərin külək göçəmən, dörd yanımız ətir saçıb yasəmən, ancaq məni heyrətlərə qərq edən, ancaq məni heyrətlərə qərq edən, nə çəməndir, nə çiçəkdir, nə çəməndir, nə çiçəkdir, sən, 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 ay gözəl sən, 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 bir dənə sən. Ay nə gözəl. Bax, yaxşı. Bunu de də, Bunu de. Səhərdən bu sualı hə belə çevirdim, hə elə çevirdim. Bu mahnı oxumaq istəmirdim. Ürəyvə, səsinə sağlıq. Mən əminəm ki, bu mahnıdan sonra heç kim səndən belə küsülü qalmaz. Qətiyyən. Bəli. Və ilkin mənim canınız bir bala. Səhnədə yalançı dolma bişirənləri görəndə bir müəllim kimi ürəyinizdən nə keçir? Allah haqqı elə gözəl sual verdiniz. Gör nə gözəl sualda. Səhnədə yalançı dolma bükənləri, yəni ki, o dolmanın üstü zaten kələm və yaxud da yarpaq olur da. Amma içi boş. Amma içində bilmirsən axı nədir? Bu camaat içində onun ləziz ət gözləyir. Bəli. Təmiz, yaxşı, keyfiyyətli düyü gözləyir ki, o qarışıq. Allahım ya Rabbi, nə gözəl sual. Çox sağ olun. Əlbəttə içimdən o dəqiqə keçir elə bir his ki, kaş ki, bütün o zaten görürlər, tamaşaçılarımız o belə də o qədər həssas tamaşaçılarımız var ki, içindən o saat keçir ki, o dolmanın için görsünlər, nə olar? Ürəyinizdən keçir ki, o belə dolmanı ki, bölür sana, artıq böləndə görürsən ki, o yalançı dolmadır. Mən bilirəm o dolmanın için. Kaş bütün tamaşaçılar, amma indi görürlər. Amma bölmədən görsünlər onun için. Bölmədən. Bölənə qədər vaxt keçir, zaman keçir, artıq onlar da elə bil ki, özlərini göstərirlər o yalançı dolma bişirəndə. Özüm bölüb göstərəcəm çox. Məncə də. O da problem deyil. Özüm bölüb göstərəcəm artıq. Bilirsiniz, baxın, bugün yenə də gəldi mövzu açıldı. Gündəmimiz o qədər gözəlləşib. Bizim verilişlərimiz o qədər səliqə, səhmanlı. Bax, bu yaxınlarda bir qonşu televiziyada verilişdəydim. Mənlə həm bir neçə gözəl sənətkarlarımız da o verilişin qonaqları idi. O verilişə mesajlar gəlir. Bəli, məktublar gəlir. Oxudu, birini oxuyanda dedim, qurban olmalı bir də təkrar oxu. Hansı bir mesajıdır? Bir nəfər yazıb ki, əzizlərim, mən bir anayam, bir tərəfimdə gəlinim, bir tərəfimdə qızım, qarşımızda da nəvələrimiz oturub ürəklə bu verilişi, artıq verilişləri və bu verilişi biz seyr edə bilirik. Gözəl, bəli. Mən həqiqətən kövrəldim. Hər kəs ailəsindən rahat şəkildə səhərdən axşama qədər oturub televiziyanı izləyə bilir. O deməkdir ki, yəni artıq o efirdə, üzr istəyirəm bütün tamaşaçılardan, efirdə gedən o orijinal dolmalar ki var, biz artıq onu bax, orijinal dolmaları seyr edə bilirik. Yəni, belə deyək də, süni dolmalar artıq yoxdur. Heç olmasınlar da. Bəli. Hamısı orijinal olsun, sizin kimi sənətkarlar olsun ki, efirlərimiz də gözəlləşsin, efirlərimiz gül açsın. Bizim xalqımıza da zaten o yaraşır. Bəli. Hər şeyin orijinalı, hər şeyin, belə deyək də, özü, səliqəlisi və yaxşısı. Can, düzdür. Və Rəvanəyə sonuncu sualımı verirəm, daha sonra sizdən duet istəyəcəm. Hansı həmkarınızı sənət qazanına ədviyyat kimi qatardınız ki, həmin yeməyin rəngi dəyişsin, daha da gözəlləşsin? Gözəl olsun, bəli. O cür həmkarlarınız çoxdur, mən bilirəm, dostluq elədiyiniz, çox gözəl xanım dostlarınız, həmkarlarınız var. Əlbəttə, dostluq elədiyim sənət dostlarım var, hər birində xətrini çox istəyirəm, mənim üçün hamısının xətri əzizdir, amma istəmirəm ad çəkim, çünki sual gözəl sualdır, amma ola bilər düzgün qarşılanmaz, düzgün anlaşılmaz. Gəlin sualın onda elə açıqlamasını özümü qataram. Nə gözəl. Biz də istəyirik ki, sizin bax indi gələn ifanızdan sonra sizi cadi könüldən alqışlayaq. İnşallah. Təşəkkür ederim. Duetiniz gəlsin.
gəl ləkə atma, sağalmaz yarama dəymə qanatma. Ayrılıb gedirsən amma unutma, bir zaman sən mənsiz darıxacaqsan. Mənsizlik həsrəti yoracaq səni, həsrətim ilan tək vuracaq səni. Mənsizlik həsrəti yoracaq səni, həsrətim ilan tək vuracaq səni. Günahlar şişə tək qıracaq səni. O zaman sən mənsiz darıxacaqsan. O zaman sən mənsiz darıxacaqsan. Səni məhv edəcək qəlbinin səsi, düşəcək üstünə həsrət kölgəsi. Əlindən tutanda yad bir özgəsi, o zaman sən mənsiz darıxacaqsan. Səni məhv edəcək qəlbinin səsi, düşəcək üstünə həsrət kölgəsi. Əlindən tutanda yad bir özgəsi, o zaman sən mənsiz darıxacaqsan. Əlindən tutanda yad bir özgəsi, o zaman sən mənsiz darıxacaqsan. Mənsizlik həsrəti yoracaq səni, həsrətim ilan tək vuracaq səni. Mənsizlik həsrəti yoracaq səni, həsrətim ilan tək vuracaq səni. Günahlar şişə tək qıracaq səni. O zaman sən mənsiz darıxacaqsan. O zaman sən mənsiz darıxacaqsan. Səni məhv edəcək qəlbinin səsi, düşəcək üstünə həsrət kölgəsi. Əlindən tutanda yad bir özgəsi, o zaman sən mənsiz darıxacaqsan. Səni məhv edəcək qəlbinin səsi, düşəcək üstünə həsrət kölgəsi. Əlindən tutanda yad bir özgəsi, o zaman sən mənsiz darıxacaqsan. Əlindən tutanda yad bir özgəsi, o zaman sən mənsiz darıxacaqsan. Verilişimizin sponsoru Bizim Süfrə məhsullarıdır. Bizim Süfrə məhsulları 2009-cu ildən Azərbaycan mətbəxində dad və keyfiyyətin simvoluna çevrilib. Yerli istehsaldır, Azərbaycan istehsalıdır əziz tamaşaçılarımız. Ona görə süfrənizi gözəl etmək istəyirsinizsə, ağız dadınızı ləzzətli etmək istəyirsinizsə, Bizim Süfrə məhsullarından ala bilərsiniz. Çeşidlərimiz çoxdur, cürbəcürdür. Alın, aldırın və ağız dadınız biraz da istifadə edin, ləzzətli olsun. Hal-hazırda ATV telekanalında reklamlardır. Reklamlardan sonra burada sizi gözləyirik.
yaxıdar, gözlərin bulut kimi sellərini yaxıdar. Yersiz umub küsür, dağlar boyda dağ olar, dağlar boyda dağ olar. Gözlərin bulut kimi sellərini yaxıdar, gözlərin bulut kimi sellərini yaxıdar. Yersiz umub küsür, dağlar boyda dağ olar, dağlar boyda dağ olar. Küləyi öyrədərəm, tellərini dağıdar, tellərini dağıdar. Küləyi öyrədərəm, tellərini dağıdar, tellərini dağıdar. İndi məndən küs görür, İndi məndən küs görür. Yersiz umub küs görür, dağlar boyda dağ olar. İndi məndən küs görür, İndi məndən küs görür. Yersiz umub küs görür, dağlar boyda dağım var, dağlar boyda dağım var. Biz sizə gələndə qətərlənib şaşarsan, gözümün qabağında at tutub alışarsan. Biz sizə gələndə qətərlənib şaşarsan, gözümün qabağında at tutub alışarsan. Gördüyün yuxuları qızlara danışarsan, qızlara danışarsan. Gördüyün yuxuları qızlara danışarsan, qızlara danışarsan. İndi məndən küs görür, İndi məndən küs görür. Yersiz umub küs görür, dağlar boyda dağ olar. İndi məndən küs görür, İndi məndən küs görür. Yersiz umub küs görür, dağlar boyda dağ olar, dağlar boyda dağ olar. Sükut olub sakitcə yanından ötüşərəm, sükut olub sakitcə yanından ötüşərəm. Saçı saçından uzun söyüdlə öpüşərəm, söyüdlə öpüşərəm. Nəğməmi eşidəndə mən yadına düşərəm, mən yadına düşərəm. Nəğməmi eşidəndə mən yadına düşərəm, mən yadına düşərəm. İndi məndən küs görür, İndi məndən küs görür. Yersiz umub küs görür, dağlar boyda dağ olar, dağlar boyda dağ olar. Biz sizə gələndə qəhərlənib şaşarsan, gözümün qabağında at tutub alışarsan. Gördüyün yuxuları qızlara danışarsan, qızlara danışarsan. İndi məndən küs görür, İndi məndən
Yersiz umub küskürüm, dağlar boyda dağım var. İndi məndən küskürüm, indi məndən küskürüm. Yersiz umub küskürüm, dağlar boyda dağım var. Dağlar boyda dağım var. Dağlar boyda dağım var. Dağlar boyda dağım var. Çox sağ olun değeriniz için, geldiğiniz için. Bize doğrudan da çok hoş oldu. Ama bizim yemeğimizin vaxtı gəlib çatdı. Və Hazır oldu, mənə baxır. Rəqanə xanımın yeməyi hazırdır. Xırçıltılı badımcan salatı hazırdır. Çox mənim, məsəl üçün, hər kəsin mən deyərdim ki, sevimli salatıdır və üzərinə təbii ki, bizim süfrə məhsulları əlavə olunmasa, o da biraz fərqli olar. Ona görə salatlarınızı, yeməklərinizi xüsusi dada gətirmək istəyirsinizsə, biraz da ləzzətli etmək istəyirsinizsə, bizim süfrə məhsullarından mütləq alın və biz də bugün qonaqlarımızı bizim süfrə məhsullarından hədiyyə göndərəcəyik ki, hansısa bilirəm ki, hər birinin evində, dolabında bizim süfrə məhsullarından var. Hansı çatışmazlığımız varsa, biz bugün onları belə deyib bərpa eləyəcəyik və sizə hədiyyə göndərəcəyik. Hayır maşallah, təşəkkür ederim. Çox sağ olun. Əziz tamaşaçılarımız, əziz qonaqlar, yeməklərimiz hazırdır və qalır ki, üzərinə bizim süfrə məhsullarının souslarını əlavə olunması və Rauf usta əlavə edir. Deməli, tempuraya, salat üçün. Tempuranın yanında verilən salat üçün. Həm tempuranın özünə də olar da. Bu, Yapon sözüdür də tempura. İngilislərdə fish and chips deyirlər də ona. Fish and chips deyirlər. Yəni maraqlı. Yəni, hansı sos? Peki buna da sweet chili qoyaq. Bilmirəm, bəlkə ağız dadına görədir də, yəni. Şirin chili buna da qoyaq. Şirin chili, istəsəz şirin chili də əlavə eləyə bilərik. O nə olan məhsuldur? Şirin chili sousudur. Yeməklərə xüsusi dad qatır. Bunu artıq öz professionalı bilə bilər, deyə bilər. Daha yanında eləyim belə. Bəli, bizim süfrə məhsullarının rəngarəng, çeşidləri boldur. Gözəl. Və istədik ki, hər iki çeşiddən sizin yeməyinizdə olsun. Salata, deməli, bir dəqiqə gözləyin, sarımsaqlı sos əlavə olundu. Tempuraya isə bizim süfrənin şirin chili sosu əlavə olundu. Əziz tamaşaçılarımız, verilişimizin ən dadlı məqamına gəlib çatdıq. Buyurun. Elə bura bunun üçün yığışır. Bəli, bəli. Əsas məqam buradır. Buyurun. Ay əllərinizə sağlıq. Ay nə gözəl. Maşallah. Tempura. Bəli, tempura. İnanmaq olmur ki, indi hazırlanır. Ay sağ ol. Hər kəs deyir ki, necə belə operasiya 1 saatın içində bu qədər yemək hazırlanır. Biz də deyirik ki, təbii ki, o bizim Rauf ustanın məharətidir və eyni zamanda dadına da baxacaqsınız. O dada da xüsusi ləzzət qatan bizim süfrə məhsullarıdır. İstəyirəm siz nuş eləyənə qədər, yeməyin dadına baxana qədər biz Rauf usta ilə yeməklərimiz haqqında danışaq və əlavələrimiz haqqında danışaq. Buyurun. İlk olaraq tempuradan başlayaq. Tempuranı necə hazırladınız və hansı qatqılar əlavə etdiniz? Deməli, tempura müxtəlif növ tempuralar var. Yəni, tərəvəz, krevetka, balıq. Biz zaten elədik balıq, ağ balıq filesi. Fərqi var hansı balığın filesidir, yoxsa? Fərqi yoxdur. Tempura yəni klərdə edilmiş bir məhsuldur, yeməkdir. Deməli, klərdə 50-50 kraxmanla un. Bir tutaq ki, bu boyda klərə hardasa çay qaşığın yarısı soda. Bir yumurta, duz istiyor, soyuq su olmalıdır. Soyuq su əlavə. Bir də ki, mən eşitmişdim ki, qazlı su da əlavə eləyirlər. Qazlı su, əgər soda vurmuşsa, qazlı su vururlar. Aha. Yəni soda olmalıdır. Soda olmalıdır mütləq şəkildə, bəli. Bəli, qazlı su, yəni sodalı sudur. Yəni ona görə ya qazlı su vururlar, ya soda. Soda olmasa qazlı su. Yumurta, duz istiyor. Və isti yağın içində onu batırırlar una, ya kraxmala, sonra klara, sonra da yağa.
və daha sonra şirin çili sosu ilə Bəli. təqdim edirlər. Yanına başqa bir sos əlavə eləmək olar, yoxsa Zövqə görə. Zövqə bəli. görədir. Yanında da adətən xaricdə daha da üstünlük tərəvəzə verirlər. Nə yesələr yanında mütləq Mütləq salat şəkildə tərəvəz olmalı, Ümumiyyətlə sələd. xaricdə yox, elə bizdə də. Çünki o yaxşı fayda verir. Mən düşünürəm ki, tempura biraz yağlı olur, o salat da biraz elə bil ki, Yox, həzmi yağlı olmamalıdır əslində. Yağlı olsa deməli yaxşı tempura deyil, yaxşı bişməyib. Yox, yağ köhnədir. Aha, yağ köhnədir. Bizdə amma qupqurudur, hə? Hə, məsələn. Nə gözəl. Bax, bunu bilmirdim. Bax, bunu bilmirdim. Xıç-xıçdır. Təzə yağ olanda o əlbəttə ki, çəkmir canına da yemənin. Ancaq o köhnə. Deməli restoranlarda da bizə tempura verəndə biz görsək ki, əgər o yağlıdırsa, biz başa düşməliyik ki, bu yağ köhnə yağdır. Əsas. Bunu da Artıq bildik, Burada artıq öyrəndik. Bəli, qonaqlarımız da öyrəndi və hamımızın sevimlisi xırçıltılı badımcan salatı idi də bəli. Onu necə hazırladınız? Onu da tez deyin və Badımcan soyulur dərisini deyim, qabığını. dərisini soyduq. Qabığını soyduq badımcanın, böldük. Suya qoyulur duzla, o badımcanın Acılığını çıxartmaq üçün. Bəzi mövsümlər var ki, Mövsümlərdə, badımcan da acılıq verir də. O duzlu suda saxlayırlar bir 5 dəqiqə, sonra sıxırlar və kraxmalda, nişastada batırırlar, ona yağa gedir. Belənçi pomidor, reyhan, keşniş qaçdırırlar və onun üzərinə qoyurlar və üzərinə də şirin çili sosu əlavə olunur. Bir də küncüd. Bir də küncüd sonda gözəllik üçün. Təşəkkür edirəm. Əllərinizə sağlıq. Gəlin indi soruşaq, qonaqlarımız yeməklərimizi bəyəndilər yoxsa yox? Mükəmməl. Çox gözəl. Mükəmməl. Mən həm bundan daddım. Bəli, tempuradan belə. Salat təbii ki, hər birimizin sevimlimizdir. Əsas marağım buna idi. Tempura yəni bu adlanır, bu. Ancaq bu. Bəli. Çox mükəmməl. Xıç-xıçı da bir başqa ləzzətlidir. Nuş olsun. Nə xoş bizə. Nuş olsun. Haycan, buyurun. Çox gözəl, möhtəşəm. Ustanın əllərinə sağlıq. Sağ olun, çox sağ olun. Mən maksimum bal, mən sizə onda bir üstün, yəni ustaya. Maksimumdan da biraz da üstün. Bəli. Yaxşı. Və siz? Gözəl. Mən də 100-dən çox. Eynisi ilə, bəli, mükəmməl. Təşəkkür edirik, minnətdarıq. Bizim süfrəyə təşəkkür edirik, əziz 10 barmaq, 10 tamaşaçılarımız. marifət. Rauf ustanın əl qabiliyyəti zaten bəllidir və bizim süfrə ilə də belə tandem yaranır, xüsusi bir ləzzət ortaya çıxır. Buna görə də xüsusi təşəkkürümüz bizim süfrə məhsullarınadır və bizim süfrə məhsulları bizim qonaqlarımızı əli boş yola salmağa icazə vermir. Ona görə də qonaqlarımız özləri seçir ki, hansı məhsulu istəyirlər. Bəli, özəlliyimiz də elə bundan ibarətdir. Bu sosu sevdim mən. Bu bax bunun adı nə gedirsə. Sweet chili sosumuzdan əlavə edək. Bunu sevdim. Xoşuma gəldi. Daha sonra Başqa nə məhsul var orada? sonra barbekü sosumuz var. Barbekü Sonra, sosunu hamısı sevir təbii ki. Sezar sosumuz var. Ketçupumuz var. Rauf usta bir mayonez də qoyun da. Bir dənə də mayonez. Mayonez də bəli. Xamadadıyla da var, klassik də var, az kalorili də var. Da ardı qaldı sizin nöqtənizə. Klassik mayonezimizdən əlavə elədik. Bir bəy verən atın dişinə baxmazlar. Nə verirsinizsə çox sağ olun. Xoşdur bizim üçün. Dəvanə xanım, sizin belə xüsusi bir istəyiniz var? Yox, nə verirsəz çox sağ olun. Təşəkkür edirəm. Var olun. Mayonez əlavə elədiniz Dəvanə xanım? Bəli. Ay, nə gözəl, çox sağ olun. Mayonezsiz iş olar. Mayonezsiz iş olar. Bizim süfrəyə Belə şəklimizi verilişə bildirir. kim gəlməz Çox təşəkkür və edirəm. kim sevməz belə verilişi. Siz sağ olun, bizim süfrə sağ Çox olun. təşəkkür edirəm. Çox sağ olun. Təşəkkür eləyirəm. Mən sizə təşəkkür eləyirəm ki, həftə sonumuzu bu cür gözəl etdiniz. Gəlişiniz nə xoş oldu bizim üçün. Çox sağ olun. Çox minnətdaram. Gözümüz yoldaydı, yenə qeyd etdiyim kimi sizi çox istəyirdi verilişimizdə, tamaşaçılarımız da sizi çox gözləyirdi. Nə xoş bizə ki, bax bu günə qismət oldu. Xoş oldu bizim üçün. Ümid edirəm suallarımdan razı qaldınız. Verilişimizdən razı qaldınız. Yeməklərimizdən razı qaldınız. Çox var olasınız. Uğurlar arzu edirik. Uzun ömürlü olsun sizin bu layihəniz ki, çünki həqiqətən insanların istirahətini
daha da gözəlləşdirirsiniz, onların istirahətinə daha da rəng qatırsınız. Mən də təşəkkür edirəm Rəqsana xanım. Verilişinizdə bir daha uğurlar arzu edirəm. Təşəkkür edirəm. Bir daha təşəkkür edirəm ki, gözəl sənətkarımızı İlkin müəllimdən eyni verilişə dəvət etmisiniz. Çox xoş oldu bizim üçün də. Əminəm ki, bizim dəyərli tamaşaçılarımız da bugünkü verilişimizdən razı qaldılar. Sabah eyni saatda gözləyəcəyik sizi. Özünüzə yaxşı baxın və sonda Rəvanə xanımın ifası ilə verilişimizi yekunlaşdırırıq. Ustaya da xüsusi təşəkkürlər. Sağ olun. Sağ olun. Baş sponsoru Bizim Süfrə.